Dostlar salamlar. Dostlar bugün sizə yeni bir videonun qarşınızdayım. Dostlar bugün sizə bir yerdə yəni dostlar hamımızın marağını gözləyir dostlar videonun sual-cavab videosudur. Allah Allah. Ciddi misin oğlum? Dostlar bu sual-cavab videosu dostlar mən olsa yəni paylaşmışdım. Postlara baxanlar bilir dostlar. Yəni mən postlara həmişə paylaşıram səhər nə videolar gələcək. Haberim yok. İlk defa duyuyorum. Dostlar sual-cavab videosu da dostlar dediyimizdə bu gün gəldi. Dostlar bu gün videonun dostlar başlamazdan öncə olmasa like atın yəni. Sonra keçən səfərki video 232 like gəlmiş. Nə qədər gəlmiş dəqiq bilmirəm də. 240 like gəlmişdi o təxmini. Həqiqətən dostlar çox yəni məncə çox az dostlar zəmin olsa like'ları artırın. Yəni dostlar hər videoya ən az dostlar 270-280 like gəlsə sevinərəm deyirəm. Tamam abim. Tamam hallediyorum Amin abi. Tamam. Tamam abim. Cansın abim. Dostlar söz çox uzatmadan videomuza başlayırıq. İndi dostlar gəldik. Dostlar burada 65 elmasımız qalıb dostlar çünki dostlar bu emojini aldıq. Yəni bunu dostlar videosunu hazırlamışam. Yəni 2-3 dəqiqəlik videodur. Yan kanalda var, izləyə bilərsiniz. Açıqlamalar qismində var. Yəni onu da abunə olsanız sevinərəm. İndi dostlar ilk sualımıza bax. Dostlar indi birinci sualımız dostlar ekran gələcək. Dostlar deyir ki, ən çox sevdiyin ev o. Mən dostlar ən çox sevdiyim ev o. Dostlar, yəni ən birinci dostlar, yəni bilmirəm siz hansını sevirsiniz, amma mənim ən sevdiyim oyuna birinci gələn dostlar Ejder AKM dostlar istəyirsə adına baxım dəqiq bilmirəm. Hayır dostlar bu, yəni AK-47 dostlar iş gələn budur və dostlar həqiqətən çox qəşəngdir. Mavi Alev Draco yəni dostlar məncə yəni dostlar mənim ən sevdiyim dostlar ev budur. Dostlar indi siz keçək ikinci sualımıza. Dostlar ikinci sualda bunu deyir ki, ən çox sevdiyim futbolçu. Dostlar, yəni mənim ən çox sevdiyim futbolçu, yəni mən dostlar dünyanın ən yaxşı futbolçusu olan Cristiano Ronaldo dostlar. Dostlar ikinci sualımız da buydu. Dostlar indi üçüncü suala keçək. Dostlar deyir ən çox sevdiyin ölkə hansıdır? Dostlar, mənim ən çox sevdiyim ölkə Azərbaycan və Türkiyədir. Yəni bu ikisini dostlar iki ölkəni də yəni dostlar bərabər səviyyədə sevirəm. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Biz bir millət, iki dövləti yəni dostlar Türkiyə və Azərbaycan dostlar eyni səviyyədə sevirəm. Yəni ən sevdiyim ölkələr bunlardır. Dostlar bunlar bir-birindən ayıra bilmərəm. İndi dostlar keçək dördüncü sualımıza. Allah qurtarsın. Dostlar bunu bir dənə takipçimiz demişdi. Yəni təxminən bir 50-60 dənə sual var. Hamısı cavablandıran müəllimlərim dostlar hamısına üzr istəyirəm. Dostlar yəni pis olmasınlar. Bəlkə dostlar 2500 abunə olduqda bunu bəlkə part yəni üçün çəkə bilərəm. Yəni ona görə dostlar yəni pis olmayın deyirəm. İndi dostlar keçək o birisi sualımıza. O birisi sualımız dostlar üzünü nə vaxt göstərəcəm. Dostlar üzümü nə vaxt göstərəcəm. Dostlar yəni hələ balaca bir kanalı. Yəni dostlar məncə bir 5-10k yəni olduqda olsa göstərərəm və hələ çox tezdir. Yəni dostlar yəni oyun oynayırıq da burada dostlar yəni vlog da çəkmirik. Məncə ona görə də üzümü göstərməyə ehtiyac yoxdur amma dostlar 10k-da dostlar bir dəfə üzümü göstərərəm. Yəni bu o birisi sualımız da bu idi. İstəyirsə keçək o birisi sualımıza. O birisi dostlar sualımız budur ki, YouTube-a niyə başlanın? YouTube-a başlanan səbəbim bu idi ki, dostlar hamı dostlar deyim ki YouTube'a başlayayım. Mən də deyim ki niyə mən də başlamayım. Dostlar başladım. Yəni dostlar bu idi qısa hamının dostlar dediyi səbəbdən mən də başladım. İkinci sualımız dostlar və dostlar burada bir dənə takipçimdir. 2 dənə sual verib. Qardaşın neçə yaşı var? Dostlar qardaşımın 12 yaşı var. Dostlar bu da bir takipçimizin verdiyi sual idi. Doğru sualımız budur ki telefonun adı nədir? Telefonun adı budur ki Infinix Hot 30'dur. 128 GB yaddaş, 8 GB da dostlar RAM-dır. Yəni məncə pis telefon deyil, ya yaxşı telefondur. Hələ kasmır, dostlar əsas o çıxıb donmasında. Dostlar bu telefon da donmur. Dostlar siz də yorumlarda yaza bilərsiniz. Yəni görünüşü necədir? Yazsanız sevinərəm. Doğru sualımız budur ki, yəni bir dənə takipçiniz düz 5 dənə sual verdi. Ay maşallah. Birincisi bu ki heç bir fərqli cüzdü hesabın olub. Hesabın cüzdü hesabını deyəndə dostlar bir dənə takipçinizin verdiyi hesab var idi. Dostlar o hesab da takipçinizin kodunu dəyişdirib. Daha doğrusu yəni dostlar indi onu yazmışam. Cavab verirsiniz dostlar o hesaba. Yəni dostlar aranızdan birinə verəcəm. Onu dostlar inşallah cavab verər. Amma dostlar belə baxanda yəni mən başladım ilk hesab bu deyil. Bir dənə hesab var idi. Həqiqətən onda dostlar həqiqətən FIFA əvvəl belli idi. Həqiqətən çox ücretsiz şey verirdi.
Yəni dostlar ücretsiz silah desən olsun, çanta desən olsun. Amma biraz olsa indi azaldıb. Amma məncə dostlar yəni yenə də pis deyil də, normaldır. Doğrusu sanırsanız elmas turnuvası etmə fikrim var. Elmas turnuvası etməyə fikrim var dostlar. Amma hələ yox da YouTube-dan pul qazananda dostlar bunu edəcəm və YouTube-dan pul qazanmaya sual var idi. Onu dostlar deyərəm. İndi dostlar takipçimizin verdiyi üçün sual budur ki, sən harda qalarsan? Və bunu bilənlər bilir, Zərdab rayonunda qalıram. Boş olanda nə edirsən? Dostlar boş olanda nə edirəm? Dostlar yəni oyun oynayıram və yaxud da dostlar dərslərimi oxuyuram. Bu sualımızı da veririk. Sual 5 Free Fire-yə nə vaxt başlayıbsan? Dostlar mən Free Fire-yə bundan təxminən bir 5-6 il əvvəl başlamışdım. Dostlar inanmayanlar var. Dostlar mənim bildiyinizcə bir elmasım var idi. Dostlar bir elmas dostlar əvvəl dostlar atırdıq biz yerə. Gəlli atırıq 10 qəpik çıxır. Cəməli coin də çıxmır, nəsə. Dostlar əvvəl olan içərisində elmas çıxırdı. Ona görə dostlar mən də onu xərcləmişdim, bir elmasım qalmışdı. Yəni dostlar 5-6 il əvvəl Free Fire-yə mən başlamışam. Dostlar o sualımız budur ki, YouTube-a nə vaxt başlayıbsan? YouTube dostlar təxmini yəni 10 ay olar təxmini deyim də. Amma dostlar bir video 4-5 ayda video atmadım. Yəni aktiv olsa 5-6 ay dostlar YouTube-da aktiv olmuşam. Yəni təxmini deyim də 6-7 ay deyək. Sonraki sualımız budur ki, salam, telefonda başqa oyunlar var ya da başqa oyun videosunu kanala atacaqsan. Aleyküm salam. Dostlar telefonda başqa oyunlar var, amma dostlar bu kanala yəni dostlar heç vaxt yəni Free Fire-dan başqa oyun atmayacağam. Dostlar bu yəni fərqli oyunlar olsa ikinci kanalım var, ora atacağam. Hətta dostlar dünən 2 dənə video atdım, bir short atdım. Bir dənə dostlar uzun video atdım. Yəni ondan əvvəl 1-2 gün əvvəl dostlar video atmışdım yəni o kanala. O kanal dostlar böyütməyə çalışıyor. Yəni 50 abunədir. Ona da abunə olsanız sevinərəm. Dostlar o birisi sualımızdır ki, YouTube-da heç abunə olmaq istəyirsən. Dostlar yəni YouTube-da belə yəni dostlar hara kimi gedirsə də dostlar təxmini bir yəni dostlar bir il bu il sadəcə içərisində 2026-ya kimi bir 3-4K abunə olsam dostlar məncə yaxşıdır. Yəni 3-4K. Yəni dostlar bir illik hədəfim yəni 4K olmalıdır. Dostlar dostlar keçiyoruz suala. Bu sual mənə klana qəbul edin. Ad Phoenix. Və qəbul etməmişəm yəni klana, yəni çox adamı. Amma bu videodan sonra qəbul edərəm. İkinci verdiyi sual tarix dərsini sevirsən. Beni hep yaralı yerimden vurdular. Mənim Azərbaycan dili, ingilis dilinə, hətta biraz coğrafiya ilə aram həqiqi yaxşıdır. Amma bu tarixi nədənsə mən, daha doğrusu yəni sevirəm, həqiqi adam yadında qalmır da nədənsə. Üçüncü sual sənə edilən ən yaxşı video hansıdır və kimindir? Dostlar, mən edilən ən yaxşı video məncə Ejderman TV var idi. Ejderman, bəlkə indi də bilmirəm videoya baxıyorsa baxmır, Türk bir dənə qardaşımızdır. Yəni o dostlar həqiqi şeydən edit düzəltmişdir. Məncə o ən yaxşı edit odur. O bir sual klanı 7 səviyyə eləmək fikrim var. Klanı 7 səviyyə eləmək fikrim var. Hətta dostlar üst baxım. Yəni haradasa 4 səviyyədir. Yəni məncə dostlar klanı beləcəksə bir aya 7 səviyyə, yəni yox, o qədər qısa müddətdə olmaz. Yəni 2-3 aya məncə 7 səviyyə edə bilərik də. Yəni klanda olanlar yəni klanı dostlar kası yaxşı olar. Mən də dostlar çox adam klandan çıxartmıram. Yəni çıxartsan dostlar əvvəlcə ona deyirəm. Dostlar o sualımız var ki, necə futbol oynarsan? Yəni dostlar mən yəni o qədər deməyim ki, Ronaldo səviyyəsində nə tür oynayıram. Yəni məncə Basatın üstü 10 üzərindən 5 olar da dostlar. Belə bir şey var. Düşər vasatın üstü. Hə, elə olar. 10 üzərindən 5 deyirəm. Dostlar ikinci sual dərslərə necə qiymət alırsan? Dostlar dərslərimlə dostlar hamısından bu il 5 almışım. Bir dənə dostlar rus dili. Sonra bir dənə 4 almışım. Yəni qalan qiymətlər hansı dostlar 5-dir. Dostlar indi keçiyoruz sualımıza. Dostlar birincisi qaqa bacım var. Dostlar mənim bacım yoxdur. Bir dənə qardaşım var. Dostlar ikinci neçənci sinifdə oxuyursan dostlar? Mən 8-ci sinifdə oxuyuram. Dostlar 8-ci sinifdə oxuyuram və 14 yaşım var. Üçüncü Free Fire yoxsa PUBG, dostlar təbii ki Free Fire. Dördüncü oyuna pul vurmaq fikrim var. Oyuna pul vurmaq fikrim var. O zaman yəni YouTube-dan pul qazandıqda oyuna pul vuracam. O zaman üçüncü sual deyildi Free Fire yoxsa PUBG. Mən həm Free Fire-ı da xoşlayıram, PUBG-ni xoşlayıram. Yəni heç vaxt PUBG-ni pisləmərəm. Kimseyi para için satmadı, satmayız. Çünki yəni mən elə çox vaxt olsa PUBG oynamışam. İndi yəni təzə olsa Free Fire-yə başlamışam. Amma onca olsa heç bir oyunu pisləməyəcəm. Amma məncə biraz Free Fire olsa biraz daha yaxşıdır.
Doğru sualımız budur ki, neçə yaşın var dostlar, deyirəm onu sizə. İkinci bizi sevirsən dostlar, məni takip edən dostlar, hər bir bütün takipçilərimi dostlar, həqiqi çox sevirəm. Üçüncü YouTube yoxsa TikTok, təbii ki YouTube. Dördüncü YouTube buraxma fikrim var. YouTube buraxma fikrim yəni dostlar yoxdur. Hələ daha doğrusu buraxacağam. 3 ay dostlar qalacaq, tətil olacaq. Ondan sonra ki 9-cu sinif olacam. Ondan sonra təəssüf ki YouTube buraxacağam. Yəni bir də 2-3 ilə qayıdaram. Mesela 3 ay müddətli yəni hər gün video atmağa çalışıram. İndi keçiyorum suallara, dərsləri necə oxuyursan? Yəni dostlar, dərsləri məncə yaxşı oxuyuram. Çünki yəni demək olar ki, bütün qiymətlərini beşdir. İkinci Call of Duty yoxsa Free Fire, dostlar, təbii ki Free Fire. Üçüncü ən güvəndiyin izləyicin kimdir? Dostlar, mən bütün yəni dostlar izləyicilərimə güvənirəm. Dostlar, demək istəyirəm. Yəni dostlar, mən baxan, izləyən bütün takipçilərin hər birinə dostlar çox sağ olsunlar. Dostlar, hər birinə güvəndim. Keçiyoruz sual Shadow verib. Deyir, Shadow'la birlikdə yalnız kurt videosu nə vaxt gəlir? Dostlar, Shadow'la bir yerdən yalnız kurt videosu dostlar, gələ bilər əslində, yəni bəlkə olsa, gələn videoyu indi yazın görüm, dostlar, sizcə gəlsin. Gələn video Shadow'la bir yerdə olsun, dostlar. Məncə, yəni Shadow'la bir yerdə yalnız kurt videosu deyil, başqa video çəkərik. Çünki mən yalnız kurt yəni oynayıb qoymağı o qədər sevmirəm. Yəni, yalnız kurt dostlar, adi girsən oyun oynayırsan, mən o qədər sevmirəm də, amma başqa video gələ bilər. Və yaxud dostlar, istisna bir şəkildə olmalı. Bir dənə dostlar, kanalda istisna olmaq şərti ilə Shadow'dan bir yerdə yalnız kurt videosu da gələ bilər. O da istəyizə bağlı. Görüb sualımıza. Free Fire haqqında nə vaxt pulumuzda olsa, Free Fire'da pul vurmamışam. Belə olsa takipçinin çox sağ olsun, həftəlik atmışdı. İkinci dostlar, sual sevdiyim qız var dostlar, keçən videoda demişlər, indi də dediniz. Dostlar, sual deyəcək, sağ olun, amma dostlar, yəni hələ yaşım balacadır. 14 cəm yaşım var, ona görə dostlar, hələ yoxdur. Üçün sual FF Frogman'i tanıyırsan, FF Frogman'i tanımıram. Dördüncü sual heç bir dəfə də olsun dalbada uduzmuşam. Bir də uduzmuşam, dalbada uduzmuşam. Yeni də girirdi dostlar, saat 00:10-da yeni də girirdi. Dostlar, onda oyun oynayırdım, Free Fire oynayırdım. Dalbada uduzurdum. Yəni dostlar, yeni ilə girəndən sonra da dalbada uduzurdum. Dostlar, deyirlər yeni ilə necə girmişsən, elə davam edəsən. Dostlar, mən də dedim ki, yəqin bundan sonra bütün oyunları uduzacam. Təxminən bir dostlar 6-7 dənə oyun uddum, onu da uduzdum. Ondan sonra dostlar oyunu bir dənə oyun uddum. Deməli dostlar bildim ki, dostlar elə bir şey yoxmuş. Əslində nə belə deyirik, amma məncə yəni yoxdur elə bir şey. Sual kanal Phonex'i hədiyyə edim. Dostlar, bir adı Phonex. Dostlar, onu bilmirəm. Bu videonun sonra dostlar qəbul edərəm klana. Dostlar, onun suallarımız budur ki, izləyicilərlə video çək. İzləyicilərlə video çəkməyi düşünürəm, amma hələ biraz tezdirəm. İkinci Discord'um var, dostlar, Discord'um yoxdur, amma açmaq fikrim var. Şimdi neçə yaşım var? İndi dostlar, neçə yaşım var demişdim, 14 yaşım var. İndi Roblox oynarsın, dostlar, Roblox oynamıram. 5-ci Free Fire arkadaşlarımı qəbul etdi, adım FF yazı gələcək. GG State ad qəbul edəcəm, dostlar, yəni adı qəbul edəcəm, yəni dostlar, arkadaşı listem dolu. Amma sonra biraz adam silərəm artıqdan. Dostlar, son suallarımızı deyirəm, dostlar, birinci adın Talihdir yoxsa Nihat, dostlar, deyirlər ki, Talihdir. Mənim adım Talihdir, qardaşım adı Talihdir. İkinci YouTube'dan pul açılma aktiv olduqdan sonra pul qazanmışsan, hələ açılmamışam, yəni hələ kanalım incələnir. Dördüncü, niyə canlı yayın gəlmir? Dostlar, canlı yayın gəlmir, çünki vaxtım yoxdur. Dostlar, yəni dediyim üzrə dərslərim çoxalıb, onu dostlar, yəni canlı yayın bilmirəm, haçansı dostlar vaxtım olsa açarım. Onu dostlar, yəni bugün dostlar sual verin hər birinizə çox təşəkkür edirəm. Yəni hələ dostlar çox sual var. Dostlar, mən bunu oxusam video 1 saatda olar, yəni və yaxud da 40 dəqiqəlik olar. Ona görə dostlar, bugünlük bəs deyirəm. Dostlar, yəni məncə dostlar videom çox qəşəng oldu. Siz dostlar, yəni videomu bəyənsiniz, like atıb abunə olmayı unutmayın. Sağ olun, salamat.